Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrımsaç. Səma hanı? Mən bilmirəm. Səmanı götürüb hara qaçırtmısan? Onu harda gizlətmisən? Düzünü de. Dedim axı bilmirəm. Hey, Səma qaçıb gedib ki, özünü bilməməzliyə vurma. mənim doğrudan da bundan xəbərim yoxdur. Mən sənə inanmıram. İnanmırsansa get ev yoxla. Düzünü de. Səma hanı? And içirəm, bu məsələdən xəbərim yoxdur. Qulaq as. Bilirsən də, mən Səmaya görə hamını öldürərəm. Bu dəqiqə sənin boğazını üzəcəm. Mənə yalan demə. Səma hardadır? Allah izin qoru. Burada nə baş verir? Hə? Biz özümüz danışıb həll eləyəcəyik. Heç kim qarışmasın. Sənin yaşda bir adama cavan uşaq üstün gəlir? Bacı, sən evə gir. Qardaşınıza deyin, xoşluqla Səmanın harda olduğunu desin. Yenə nəsə oyun qurmusan? Neynəmisən? Cavab ver. Mən heç nə bilmirəm, bacı. Sənə dedim axı. İnanmıram. Ya deyəcəksən, ya da bu dəqiqə səni öldürəcəm. Hey, bura bax. Məni rahat burax aslan. Mənim heç nədən xəbərim yoxdur. Onda Səltənət ananın evinin yanında neyniyirdin? Səmanı axırıncı dəfə gəlin paltarında görmək istəyirdim. Aydın oldu? Gəlin qaçıb gedibsə, toy niyə təxirə salınmayıb? Sonra danışarıq. Mən yenə gələcəm. Gözlə. Yaramaz. Mən o nankor qıza nə qədər yaxşılıq elədim. Onu hamıdan üstün tutdum. O isə mənə xəyanət elədi. Ulduz. Ulduz. Hə, ana. Hardasan? Nə işlə məşğulsan? Dedim, biraz yemək yiyim. Nəsə başım hərlənirdi. Başa düşmürəm. Belə bir vaxtda boğazından necə yemək keçir? Bağışlayın. Səmanın ata-anası haqda nəsə bilmirsən? Yox, bilmirəm. Harda yaşadıqlarını da bilmirsən? Yox, bilmirəm. Axı onları bura sən gətirmişdin. Hə, mən onlara qapını açanda dedilər ki, biz Səmanın ata-anasıyıq. Sonra da içəri gətirdim. Deməli, heç nə soruşmadan onları mənim evimə gətirdin?
Mənə qulaq as. Mən bunu belə qoymayacağam. Necə olur olsun, onun ata-anasını tapmaq lazımdır. Qızlarının hərəkətinə görə onlar başları ilə cavab verəcəklər. Başa düşdün? Mən... İndi nə fikirləşirsən? Avara bir uşaq səni döyəndən sonra oturub nə edəcəyini düşünürsən? Bir sən qalmışdın. Əsəblərimdən oynama bacı. Düzünü de. Doğrudan o qızı sən oğurlamamısan? Nə deyim ki, inanasan bacı. İndi də öz bacım ola sən də məndən şübhələnirsən? Mən ümumiyyətlə heç kimə inanmıram. Hətta sənə də. Çünki çox yalan danışırsan. Amma bu dəfə Səmanı doğrudan da mən qaçırmamışam. Amma onun həmin oğlana qismət olmamağına da sevinirəm. Axı ona ərə getməyib, qaçıb gedib. Sən doğrudan da dəli olmusan. O qıza görə ağlını itirmisən. Bacı, Ağlını başına yığ. Bəsli dəlilik elədin. Eşidənlər nə deyər? Deyəcəklər, bir qulluqçu qıza görə hansısa avara Poladı döyüb, hə? Bu hərəkətlərindən utanmırsan? Bu sənin adına sanına yaraşır? məni rahat bırak bacı. Vay, Aslan oğlum, kimlə dalaşmısan? Poladla. Niyə? Səmanı o götürüb qaça bilər. Bəlkə onu sən götürüb qaçmısan, düzünü de. Başa düşmürəm. Niyə hamı məndən bunu soruşur? Səmanı götürüb qaçsam o burada olardı. Sənə baxanda elə bil onu özün götürüb qaçmısan. Yox, mən qaçırtmamışam. Onda qız özü qaçıb? Bilmirəm. Əgər özü qaçıbsa, onda düz eləyib. Məcbur cəhənnəmdə yaşamaqdansa, belə olmağı yaxşıdır. Amma bu dəfə özü qaçacaq vəziyyətdə deyildi. Yaxşı bilirdi ki, o qaçsa Səltənət ana mənə həbs elətdirə bilər. Onda onu kim uğurlayıb aparıb? Kim, niyə uğurluyub? Bunu hələ bilmirəm. Amma bu ya Poladın işidir, ya da başqa adamın. Bizim bilmədiyimiz başqa bir adamın. Ümid eləyirəm, qız özü qaçıb gedib. Sən heç nə gizlətmirsən ki? Mən sizdən heç nə gizlətmirəm. Səltənət ana bu məsələyə çox əsəbləşib. Məndən Səma haqda çox şey soruşdu. O qızı mənim evimə sənin gətirdiyini ona demədim. Yəqin ki, elə o da məndən şübhələnir. Elə mən də buna görə narahatam. Toya da gedə bilmədim. Amma Səltənət ananın necə qəddar olduğunu anladım. Onun öz nəvəsinə də yazığı gəlmədi. Səmanın yerinə onu Elnurla O evləndirdi. qadından hər şey gözləmək olar. Hamı Aslandan şübhələnsin deyə, ya da ondan qisas almaq üçün görəsən bu işi kimsə qəsdən eləyib? Ola bilər. Onda buna ərim eləyib? Əgər desəm, Aslan gedib yenə ərimlə dalaşacaq. Böyük problem olacaq. Nə olursa olsun, mən Səmanı axtarıb tapacağam. Heç belə ağılsız iş görmək olar? Əgər sən bir də belə eləsən, səni öldürəcəm, bildin? Tez səhvini düzelt. Alo, ata? Necəsən?
Yaxşısan? Sağ ol, yaxşıyam. Mən dediyim məsələ necə oldu? Hər şey yaxşıdır, əladır. Əgər iş bitibsə, mənə niyə deməmsən? Elə indi demək istəyirdim ata. Bağışla. Samir, Salamünaleyküm ana. Buyurun. gəlinlə bəy gəzdilər. Hə ana, mollanın yanına girib kəbin kəsdirdilər. İndi isə restorana gedirlər. Yaxşı. Onda biz də restorana gəlirik. Yaxşı ana. Oldu. Ulduz. Ulduz. Anacan. Hə, Səni tapmaq olmur. Hər an yoxa çıxırsan. bağışlayın. Bağışlayın. Üzr istəyirəm. Cəld ol. Hə, Restorana gedirik. hə, mən hazıram. Hazıram. Səmanın özündən də, ata-anasından da heç bir xəbər yoxdur. Hələlik yoxdur. Bu qız ölmüş. Hər şeyi əvvəldən planlaşdırılmış. Yoxsa ata-anası toya gələrdi. Gəlməyiblərsə, deməli burada 100% nəsə var. Toyu yola verək, hamı ilə başqa cür danışacağam. Özümü güclə saxlamışam. Yaxşı. Hazırlaş, gedirik. Mən gedim əşyalarımı götürüm gəlirəm. Onda səni aşağıda gözləyəcəm. Yaxşı oldu ana. Ay Allah. Ay kişi. Arvad, Hə. Banunu görməmisən? Otağında da yoxdur, axtarmadığım yer qalmayıb. Yazıq qızın mədəsi ağrıyırdı. Ona görə də dedi ki, həkimə gedib oradan gələcəm. Axşam vaxtı? O gedəndə axşam deyildi, gündüz idi. Dedi, özümü yaxşı hiss eləsəm toya gələcəm. Yazıq qızın keyfi yox idi. Dedi, bəlkə rəfiqəm gilə getdim. Mən də icazə verdim. Telefonu da bağlıdır. Nədir, bu vaxta qədər həkimin yanındadır? Ay Allah. Dedim axı rəfiqəsi gilə gedib. Mən icazə vermişəm. Keyfi olmasa toya gəlməyəcək. Bu yaxınlarda rəfiqəsi yaşayır? Sən nə qədər sual verirsən? Qızımız toya gəlməyəcək? O toya getmək istəmir. Səmadan xoşu gəlmir. Gəlməyəcək. Özün bilirsən. Yaxşı qulaq as. Qabağıma düş, restorana gedirik. Necə? Hə? Mən hazıram da. Onda mən qabağa düşəcəm. Gəl, gedək. Ay, Cəld ol. Yaxşı, yaxşı. gəl, tez ol. Sən də tez ol. Nəhayət, hamımız bir yerdə toya gedəcəyik. Elədi. Gəl görüm. Yaxşısınız, gedirik. Siz də gedirsiniz? Yaxşı, yaxşı. Toy mənimdir. Ora yalnız mən istədiyim adamlar gedəcək. Yaxşı, yaxşı. Eşidirəm. Maşınlar gəldi. İndi çıxırıq. Oldu. Hamı toya gedir. Yaxşı ana. Gəl. Gedək? Ha. Mən Səma, sən hara gedə bilərsən axı? Hara? Hardasan Səma? Yoxsa kəndə getmisən? Amma dəqiq bilirəm ki, öz ixtiyarınla getməmisən. Çünki sən mənim üçün özünü qurban verməyə hazır idin. Buna görə ərə gedirdin. Bu ola bilməz. Səma,
Hardasan Səma? Səma. Səma. Səmaya bax. Qəşəngdir, hə? Səma, mən səni götürüb lap uzaqlara aparmaq istəyirəm. Bu mümkün deyil. Niyə? Çünki valideynlərim getməyimə icazə verməzlər. Ha. Mən onsuz da bir gün səni qaçırdıb aparacağam. Səni başqasına verməyəcəm. Hə? Yaxşı da, bəs də aşağı düş. Səma, Ay, ayağım. Səma, nə oldu? Ayağım ağrıyır. Ayağın? Deyəsən burxuldu. Ay. Həkimə aparım. Ağrıyır. Gəl Yaman Səma, ağrıyır. gəl. Doğru da ağrıyır. Ay, səni çox bilmiş. İnandım, Məni hə? qorxutdun ha. Hey, dayan görüm. Səma, narahat olma. Mən onsuz da sözümün üstündə duracağam. Nə olursa olsun, səni götürüb qaçacağam. Sən onsuz da mənim olacaqsan, Səma. Səma. Gəlinimiz restoranda da duvağını açmadı. Ana, deyirəm bəlkə gəlin elə bizim yanımızda duvağını açsın. Düz deyirsən Dilbər. Gəlinin üzünü açmaq vaxtı çatdı. Amma əvvəlcə mənə qulaq asın. Sizə həqiqəti açıb deməliyəm. Nə həqiqəti, anacan? Sözümü kəsmə. Bugün ailəmizin adı üçün, nüfuzu üçün bu işi görməyə məcbur oldum. Yoxsa ailəmizin adına ləkə gələ bilərdi. Bugün səhər tezdən Səma qaçıb gedib. Necə? Ona görə də Səmanın yerinə Elnura, nəvəm Banunu aldım. Belə də iş olar. Anan ağlını itirib. De görüm onda necə olacaq sənin? Sənin bir şeydir ha.
Hara gedir? Necə evimiz açıq? İndi nə olacaq? Ha? Susun! Hamınız susun. Oğlunu qardaşın qızı ilə evləndirdim. Bunun nəyi pisdir? Niye? Niye ana? Nədir? Gəlinin qaçıb getdiyini hamı bilməli idi. Biabır olmalıydım. Toy ləğv olunmalıydı. Bu ailəmizin adına xələl gətirə bilərdi. Hə. Qısası toy sona çatdı. Hamı evinə getsin. İlahi amin. Cavanlar xoşbəxt olsunlar. Nənə, Amin Allah. Səma hara gedib ki? Axı mən hardan bilim? İndi bundan sonra mənim evimdə o qızın adını heç kim dilinə də gətirməsin. Sabah mən özüm bu məsələni həll eləyəcəm. Samir, Elnur'u otağına apar. Ulduz, Eşidirəm. sən Banunu otağına apar, hazırla. Yaxşı, oldu. Söhbət bitdi. Ay kişi, heç nə demə. Ulduz. Gedək. Kızım. Lənət olsun. Nə baş verir axı? Gördün ana? Mən sənə lap əvvəldən demişdim ki, gəl gəlinin üzünü açaq. Sənsə razı olmadın. Görəsən Səma hara gedib axı? Qardaş, məyər sən eşitmədin? Dedi axı, Səma qaçıb gedib. Bircə elə bu çatmırdı. Sakit olun. Eve gedirik. Gelin görün. Eve. Sizə bir sözüm var. Aslanı gördüm, bunu demək yadımdan çıxdı. Nə demək istəyirsən qızım? Mən bunu bayaq tapdım. Nə? Bu ki Aslanın uşaqlıq şəklidir. Eyni ilə bu şəkildən ərimin evində də görmüşdüm. Biri ərimdir, o biri isə deyirdi qardaşımda. Aslan ərimin qardaşıdır. Hə, bunu sənə demək istəmirdim. Özün öyrənmisən? Belə çıxır ki, məni öz qaynım xilas eləyib. Elədi. Bunu mənə niyə demədiniz? Qılınc məndən xahiş eləmişdi. Deməli, ərim öz qardaşını bıçaqlayıb. O, həmin vaxt bunu bilmirdi. Doğrudan? Hə, o həqiqəti Aslan xəstəxanada yatanda bildi. Deməli, buna görə ərim Aslana qarşı çıxmadı? Ona görə Aslan səni belə rahat şəkildə bu evə gətirə bildi. İndi ərin öz doğma qardaşına heç bir pislik eləməz. Ona görə ərim belə sakitləşib. Bura gəlib, qapını sındırmadığına lap məəttəl qalmışdım. Kaş Aslanın onun qardaşı olduğunu biləndən sonra ərin biraz dəyişəydi. Tək elə olsun. Qılınc, Aslan özünə gəlməyənə qədər xəstəxanadan getmədi. Nə qədər qəddar olsa da, o qardaşını çox istəyir Məlikə. Amma Aslan Qılıncın onun qardaşı olduğunu hələ də bilmir, hə? Hə, səndən xahiş eləyirəm. Ona heç nə demə. Niyə? Qılınc məndən xahiş eləyib.
Dedi, özüm uyğun vaxt tapıb deyəcəm. Vay 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 vay. Bu ne hareketdi? Samir? Sen ne inirsən? Tez bu otaqdan çıx bayra. Yox, siz əvvəlcə bütün bunları mənə başa salmalısınız. Nəyə başa salacağım? Belə alındı. Başqa çıxış yolumuz yox idi. Deməli belə alındı. Hə? Niyə Banu Elnur'a ərə getməli idi, hə? Niyə? Mənə cavab verin. Qulaq as Samir. Sakit ol. Qışqırma. Bu dəqiqə hamı bura yığılacaq. Səsin bütün evi götürdü. Bu dəqiqə mən sizin bütün sirlərinizin üstünü açacağım. Banu'nun saxta varis olduğunu da deyəcəm. Məni heç cür aldada bilməyəcəksiniz. Başa düşdünüz? Qulaq as Samir oğlum. Əvvəlcə bir ana sözünü dinlə. Bu mənim fikrim deyildi. Mənim buna heç bir aidiyyatım yoxdur. Bu səltənət ananın tapşırığı idi. Nə? Banunu görmədin? Ağlamaqdan gözləri şişmişdi. Ona qoşulub mən də nə qədər ağlamışam, nə qədər qarşı çıxdıq. Mümkün olmadı. Bizi bağışla deyib ayağına düşdük. Yalvardıq amma bizə qulaq asmadı. Banu ona ərə getmirəm deyə bilərdi. Axı niyə? Niyə ona ərə getməyə razı oldu? Hə? Səltənət ana bizə başqa çıxış yolu qoymadı. Əmr elədi. Bilirsən nə dedi? Banuya dedi ki, səni nəvəlikdən çıxaracağam. Dedi, nəvəm olmağına baxmayaraq, səni küçəyə qovacam. O öz nüfuzu üçün belə elədi. Bu vəziyyətdə hara gedə bilərik axı? Özün fikirləş. Məni aldadırsınız, aldadırsınız, aldadırsınız məni. Niyə mənə yalan deyirsiniz? Niyə? Əclaf. Özünə gəl Samir. Özünə gəl bəsdi. Belə eləməklə səni də xilas elədim. Necə? Məni eşit. Elnur şikəstdir. O Banuya yaxınlaşmayacaq, yaxın getməyəcək. Amma Banu desə ki, uşaq ondandır, hamı buna inanacaq. Samir, Samir. Əgər uşağın səndən olduğunu bilsələr, təsəvvür eləyirsən qarı neyniyəcək? Banunun əvəlikdən çıxaracaq, səni isə həbs elətdirəcək. Bəlkə də öldürəcək. Mən bax bu tərəfini də fikirləşdim. Başa düşdün? Bunu da fikirləşdim. Mən hər şeyi fikirləşdim. Yox, mən Banu'nun başqasına ərə getməyinə dözə bilmərəm. Sus. Sus. Qoca kaftar eşitsə hamımızı öldürəcək. Yaxşı ki otağından çıxmır. Səltənət, səltənət. Əlimdə imkan olsaydı onu boğub öldürərdim. Burada Banu'nun nə günahı var idi? Samir dayan. Xahiş edirəm. Yalvarırım. Qışqırma. Banu, Banu. Mən indi neyniyəcəm? Nənəmin xasiyyəti pisdir. Sənə nəsə eləyə bilər. Mən səni fikirləşirəm. Axı bilirsən ki, mən səni necə sevirəm. Mənim bax bu ürəyim ağrıyır, bu ürəyim. Xahiş edirəm. Əgər məni sevirsənsə çıx get. Səni sevirəm. Canımdan da çox sevirəm. Onda çıx get. Gedəcəm. Əgər o şikəst sənə
barmağının ucuyla belə toxunsa, öldürərəm. Hey! Çıx. Samir, otaqdan çıx. Banu. Yaxşı ki, bu göy göz səni dəli kimi sevir. Yoxsa onu saxlamaq çətin olardı. Hay Allah. Ana, səncə biz düz elədik? Əsəblərimdən oynama. Yerin dibindən də olsa samanı top götür. Yaxşı, tapmağa çalışarıq. O mənə lazımdır. Məni eşitdin? Eşitdim, yaxşı. Hara gedib axı, hara? Ağlama. Niyə buna razı oldun? Mənim başqa yolum yox idi. Niyə? Nənəm dedi, ona görə. Nənən nə desə, ona razı olacaqsan. Axı, o mənim nənəmdir. Evimizin böyüyüdür. Onun bir sözünü iki eləyə bilmərəm. Yaxşı. Sənə bir sual versəm, ona cavab verəcəksən. Niyə mənim dərmanlarımı dəyişdin? Nə vaxt? Özün çox yaxşı bilirsən. Sən otağıma girəndə, mən oyaq idim. Məni bağışla. Cavab ver, niyə belə elədin? Bilirsən, bunu mənə qardaşın Cavidan demişdi. Cavidan, Elədi. yaxşı. Bəs sən niyə buna razı oldun? O dedi ki, qardaşım bu dərmanları içməlidir. Mən də elə bildim o yaxşı dərmandır. Axı sən belə sadəlöv qıza oxşamırsan. Hə. Axı o sənin qardaşındır. Yoxsa qardaşın sənə nifrət eləyir. Bunun sənə adiyyəti yoxdur. Mən də nənəm dediyi üçün səndən evləndim. Kimdir? Mənəm, Qılınc. Geldim. Qılınc. Belə gecə vaxtı niyə gəlmisən? Get buradan. Xala, xahiş eləyirəm. Axı niyə gəlmisən? Mənim Mələykəyə hədiyyəm var. Biraz onunla danışmaq istəyirəm, nə olar? Yox, get buradan. Biraz danışıb gedəcəm xala, inan. Sonra da zorla onu buradan aparacaqsan, hə? Yox, sizə söz verirəm xala. Mən dəyişmişəm. İnanın mənə. Sənə inanmaq olar? Heç olmasa bir dəfə inanın da. Yaxşı. Onda gəl. Bura bax arvad, sən dəli olmusan? Məni aldadıb Banunu o şikəst oğlana ərə verdin? Hə? Biraz sakit danış. Başqa yolum yox idi. Axı Banu bizim qızımızdır. Adam da balasına qarşı belə hərəkət eləyər? Sən necə anasan axı? Mən onun gələcəyini fikirləşdim. Dedim mirasın tam sahibi olsun. Amma o şikəstlə necə yaşayacaq? Heç bunu fikirləşdin? Elnur xəstə olsa da mülayim oğlandı. Əşi, sən çox qəddar qadınsan. Səni
Belə bilmirdim. Ayıb olsun sənə, ayıb olsun. Utanmaz. Allah bəlanı Mən versin. pisəm. Sən yaxşısan, hə? Pis mənəm. De görüm, indiyə kimi qızına nə vermisən? Hə? Ev alıb vermisən, maşın alıb vermisən, yoxsa cüt-cüt bahalı paltarlar alıb geyindirmisən, yoxsa hansısa universitetdə oxutdurmusan, bəlkə təhsil vermisən, yeganə qızına indiyə kimi nə vermisən, hə? Sənə sual verdim. Hə, amma hər halda mən sənin kimi onu şikəstə rəva görməzdim. O şikəst olsa da varlı oğlandı. Sağalandan sonra isə Banu xoşbəxt olacaq, var dövlət içində yaşayacaq. Mənim kimi borca verilən evdə yox. Allah uzaq eləsin. Sənin kimi acgöz, tamahkar olmasın. Sevmədiyi insana getməkdənsə, kasıb yaşamağı yaxşı olardı. Elə demə. Nədir? İndi vicdanın oyandı, hə? Vicdanın indi oyandı. Qazdığımız quyuya özümüz düşdük. Yazıq Səmanı əvvəlcə qoca kişiyə ərə vermək istəyirdik. Sonra isə şikəstə ərə verirdik. Amma gördün, öz qızımız o şikəstə qismət oldu. Mənə bax Murad. Sən indi vicdanlı adam oldun. Səmanı Polada nişanlayıb satanda pul dəstəsini sayan kim idi? Sən idin, sən. Bu yazıq şikəst oğlana ərə verən kim idi? Sən idin. Səma mənim üçün yad bir insandı, səninsə bacın qızıdır. Sənin bacının qızıdır. Əgər bu dünya əvəz dünyasıdırsa, deməli hər şey sənə görə oldu. Mən vicdanım qarşısında təmizəm. Mən qızımın gələcəyi üçün mübarizə aparıb, onun gələcəyini təmin elədim. Deməli belə? Hə. Məni bağışla. Mən doğrudan da səndən barışmağa gəlmişəm. Doğrudan? Mənə inan. Yox, sənə inanmıram. Məleykə, mən dəyişmişəm. Yox, insan dəyişmir. Sadəcə özlərini dəyişmiş kimi göstərirlər. Sən məni aldadıb buradan aparmaq istəyirsən. Yox, mən səni aldatmıram. Yenə də inanmıram. Məleykə, gözəlim, sənə hədiyyəm var. Bu sənin üçündür. Gəl yeni həyata başlayaq, xahiş edirəm. Yox, sən məni bundan satın almaq istəyirsən? Mən doğrudan da səni çox sevirəm. Sən həyatımsan, sənsiz yaşaya bilmirəm. Sən həmişə mənə lazımsan. Həmişə, hər an, hər dəqiqə lazımsan. İnanmıram. Məleykə! Sən mənə söz vermişdin, oğlum. Biz səndən görüşüb danışmalıyıq. Yaxşı, yarım saatdan sonra görüşərik. Mən indi Banunu gəlinim hesab eləməliyəm. Hey, Banunun saxta varis olduğunu biz deməsək, heç kim bilməyəcək. Ürəyi yananlar qrupuna xoş gəlmisən. Əgər o oğru onu qaçırdıbsa, mən ondan başqa cür danışacağam. Gəl qardaşım. Mənə qardaş demə, mən sənin qardaşın deyiləm. Həm də sənin kimi qardaşım olduğunu bilsəydim, onu həyatımdan silərdim. Mən sənin arvadım olmağımı istəmirəm. Sadəcə ailəmizin adı üçün razı oldum. Sabah səhər açılsın, əmr verəcəm, hər yeri axtarsınlar. Qaçıb getsək qoca ikimizi də tapacaq. Sonra ikimizi də cəzalandıracaq. Serial Space televiziyasının sifarişi ilə birləşir. Sən gör çıraqlar dönüb çıxıb
geden günler soyudu ocağı. O koşanlar əfsus bitti, saf məhəbbət sona yetti. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.